Salam dostlar, xoş gördük hepinizi. Bugün çox maraqlı bir mövzumuz var. Bugünkü mövzumuz askezadır. Askeza nədir? Gəlin sizə biraz ətraflı məlumat verim askeza haqqında və baxın askeza praktikası, prosesi necə baş verir və necə bu həyatımızda özü müsbət möhtəşəm təsirlərini göstərə bilər. Askeza insanın özünü müəyyən vərdişlərdən və ya həzlərdən məhrum etməsi ilə daxili harmoniya və nəzarət əldə etmək üçün tətbiq olunan üsuldur. Askezalar özünə nəzarəti və intizamı gücləndirir. Bu necə baş verir? Şirniyyatdan imtina kimi kiçik məhdudiyyətlər insanı öz istəklərini nəzarət etməyə alışdırır və daha böyük məqsədlər üçün motivasiya verir. Kimsə siqaretdən imtina edə bilər, kimsə başqa pis vərdişlərdən imtina edərək özünü daha da təkmilləşdirə və özünü idarə etməyini gücləndirə bilər. Sosial şəbəkələrdən 30 gün uzaqlaşmalı. 30 gün sosial şəbəkələrə daxil olmayaraq askezanı qüvvətləndirmək olar. Hər gün soyuq duş qəbul etmək olar. Demək olar ki, 30 gün boyunca mən hər gün soyuq duş qəbul edəcəm. Pəhriz və qida məhdudiyyəti, məsəl üçün 30 gün ərzində acılıq interval yeməklə başlaya bilərsiniz. 18-6, 16-8 rejimi ilə davam edə bilərsiniz və bu askezanı siz tutduğunuzun qarşılığında siz kainatdan istəyiniz var. Məsəl üçün hansısa arzusunuzun reallaşmağını istəyə bilərsiniz ki, tutaq ki, mən 30 gün ərzində sosial şəbəkələrə girmirəm və özümü qoruyub saxlayıram. Yəni öz konsentrasiyamı başqa yerə yönləndirirəm və bunun əvəzində filan bir şeyi istəyirəm. Bunu adətən necə baş verir? Tutaq ki, bir dəftər vərəq götürürsün özünüzə və oraya yazılırsınız ki, mən Camalzadə Zeynal özümü nəzərdə tuturam və öz adınızı, familiyanızı yazırsınız ki, bugünkü tarixdən 30 günlük askeza praktikasına başlayıram. Bu praktikada 30 gün hər gün soyuq duş qəbul edəcəm. Hər gün soyuq suyun altında çiməcəm və bunun əvəzində kainatdan istəyim nədir? 30 gündən sonra sizin ora verdiyiniz enerji, məsəl üçün, tutaq ki, 30 gün ərzində sosial şəbəkələrə girin. Sonra verdiyiniz boş enerjini bu birisi tərəfə avtomatik yönləndirirsiniz. Askeza belə işləyir. Yönləndirirsiniz və o birisi istədiyiniz tərəfdə oradakını əldə edirsiniz. Bu da çox maraqlı bir praktikadır. Hansı ki, praktika həddindən artıq çox kömək olur. Mən bu sadəcə hardasa 4-5 dənə ayrı askezalarım var ki, hansı ki, hər birini tuturam. Yəni, hərəsi bir şeyə bağlıdır və bunu eləmirəm. Buradan öz enerjimi, konsentrasiyam hissimi saxlayıram, o birisinə yönləndirirəm. Bunu vərəqə yazanda, askeza kimi yazanda bu çox yaxşı təsir göstərir. Və davamlı, məsəl üçün, kainatdan bunu istəyirəm və bugündən və yaxud sabahdan buna başlayıram və qol çəkirəm. Adımı, soyadımı və qol çəkirəm və artıq bir dəfə onu oxuyandan sonra askeza başladı. Məsəl üçün, askeza eləmək olar hər saat 5-də durmaq. Qarşılığında isə kainatdan, məsəl üçün, istəyirəm filan bir şeyi. Onun enerjisi səhər duranda artıq gücünüz, o boş qalan vaxtınız artıq yönləndirirsiniz o birisi tərəfə. Bunu siz yönləndirmirsiniz, bu artıq belə baş verir. Öz-özünə yönlənir. Çünki siz askezada bunu yazmısınız, kainatla artıq bir istəyiniz var, bir yazdığınız konkret olaraq istək var və bu istək baş verir. Möhtəşəm bir praktikadır dostlar, bunu yoxlayın və effektini görün. Askeza necə yaxşı təsir göstərir. Bir dənə askezadan başlayın, 30 günlük, amma minimal olaraq askeza 21 gün davam eləməlidir. Bunu nəzərinizə çatdırın. 21 gündən az bunu biz elədiksə artıq askeza sayılmır. Minimum 21 gün və maksimum olaraq özünüzə çox bir vaxt qoymayın. 3 ay, 6 ay, 1 il məncə maksimum 1 ildən daha çox qoymaq lazımdır. Çünki beyin artıq həddindən artıq çox belə yorula bilər və ona görə qısa-qısa az-az askezaları qoyun. 30 gündən başlayın, 21 gündən başlayın. Görün ki, müsbət dəyişikliklər necə baş verir. Ora verdiyiniz enerji, sərflədiyiniz enerji, lazımsız enerji artıq düzgün istiqamətdə istifadə edə bilərsiniz və bu həyatınızda müsbət effektlərini göstərəcəyini özünüz görə biləcəksiniz. Bəli dostlar, bu dəfəki mövzum askeza idi. Çox maraqlı bir praktikadır. Siz bunu başlayın bu praktikanı eləməyə və artıq görsəniz ki, necə düzgün yaxşı təsir göstərir, artıq askezalarınızın sayını çoxalda bilərsiniz, müddətini çoxalda bilərsiniz və mən də növbəti buraxılışlarımda askeza haqqında daha ətraflı məlumatlar paylaşacağam, amma ilkin olaraq necə askeza başlanılır, nə üçündür və necə bunu düzgün istifadə etmək üçün qaydalarının hamısı bir-bir sizə dedim. Çalışın buna başlayın. Əlbəttə ki, askezaları başlayandan sonra və bitirdikdən sonra komment yazın, fikrinizi bildirin. Mənə hamısı maraqlıdır. Komment yazın, bəlkə başqa baxanlar da gördü, onlara da xoşuna gəldi. Onlara da ürək dirək verdiniz ki, yəni bu doğrudan da işləyən bir üsuldur və hamınıza uğurlar arzu edirəm, eləyin və daha da yaxşılaşın. Sağ olun, növbəti görüşlərdə görüşərik.